Fikir. Bugün sizin üçün həm enerjili, həm də məhsuldar keçəcək. Ulduzlar elə bir vəziyyət yaradır ki, istər yeni layihələrə başlamaq, istərsə də artıq tanış olduğunuz işləri davam etdirmək sizə eyni dərəcədə uğur gətirəcək. Özünüzü daha inamlı, qərarlı və motivasiyalı hiss edəcəksiniz. Uzun müddətdir həllini tapa bilmədiyiniz məsələlər birdən-birə aydınlaşa bilər və siz onları düşündüyünüzdən daha asan şəkildə yoluna qoya biləcəksiniz. Bir çox şirlər üçün bugün sanki açar günü rolunu oynayacaq, sizi narahat edən suallar cavabını tapacaq, qeyri-müəyyənliklər aradan qalxacaq. Əvvəllər qarışıq görünən situasiyalar indi daha sadə və başa düşülən olacaq. Bu da sizə daha sürətli və düzgün qərarlar vermək imkanı yaradacaq. Öz bacarıqlarınıza güvənin, çünki bugün intuisiya və məntiq birgə işləyərək sizi doğru istiqamətə yönləndirəcək. Ətrafınızdakı insanlar da sizin uğurlarınızı və hadisələrə necə asanlıqla nəzarət etdiyinizi görəcəklər. Bu səbəbdən sizə müraciət edənlərin sayı arta bilər. Sizdən məsləhət istəyənlər, fikrinizi öyrənmək istəyənlər çox olacaq. Bu vəziyyət bir tərəfdən xoşdur, çünki sizin nüfuzunuzun artdığını göstərir, digər tərəfdən isə məsuliyyət tələb edir. Məsləhət verərkən diqqətli olun və yalnız əmin olduğunuz mövzularda fikir bildirin. Uzun müddətdir təxirə saldığınız ciddi bir söhbət varsa, bugün onu etmək üçün ən uyğun zamandır. Qarşı tərəflə ünsiyyət daha rahat və konstruktiv keçəcək. Əvvəllər mübahisəyə səbəb ola biləcək mövzular belə bugün sakit şəkildə müzakirə edilə bilər. Sizin arqumentləriniz aydın və məntiqli olacaq, buna görə də haqlı olduğunuz tez qəbul ediləcək. Uzun izahatlara ehtiyac qalmayacaq, sözləriniz öz təsirini göstərəcək. Maliyyə məsələlərində də müsbət irəliləyişlər mümkündür. Borcların qaytarılması, gecikmiş ödənişlərin həlli və ya əlavə gəlir imkanlarının yaranması ehtimalı var. Əgər son vaxtlar sizi narahat edən maddi problemlər olubsa, bugün onların həlli üçün real addımlar ata bilərsiniz. Doğru qərarlar və düşünülmüş addımlar maliyyə vəziyyətinizi sabitləşdirməyə kömək edəcək. Günün ikinci yarısında isə bir qədər rahatlamaq və əldə etdiyiniz nəticələrdən zövq almaq üçün imkan tapacaqsınız. Özünüzə vaxt ayırmaq, sevdiyiniz işlərlə məşğul olmaq və yaxınlarınızla xoş vaxt keçirmək sizə əlavə enerji verəcək. Bu günün sonunda özünüzlə fəxr etmək üçün kifayət qədər səbəbiniz olacaq.